ki, siz 15 ildir artıq IELTS müəllimisiniz, müxtəlif tələbələrlə qarşılaşmısınız, müxtəlif situasiyalarla qarşılaşmısınız. Tələbələr öz məqsədlərini necə müəyyənləşdirməlidirlər? Bilirsiniz ki, məsələn, 1 il sonra, 2 il sonra xarici təhsil alacaqsınız. Realistik olun. İngilis dilinizin səviyyəsini bilin, yoxlatdırın. Və məsələn, bilirsiniz ki, A2 səviyyəsindəsiz hal-hazırda. Vaxt itirməyin, gedin ingilis dilinin hazırlığına ya da özünüz hazırlaşın. Amma sistemli şəkildə hazırlaşın. Yəni təkcə mən filmlərə baxaram deyə keçməyin. 5 dənə Murphy unitini işdə deyil. Yəni orada listening də olmalıdır homework-da, reading də olmalıdır homework-da, writing-da, speaking-da, vocabulary öyrənməsi də. Məsələn, mən özüm General English keçəndə mən uşaqlara speech hazırlatdırırdım ki, hər dəfə vocabulary öyrənib o vocabulary uyğun çıxış edirlər. Presentation skill'ları da çox kömək olurdu bu arada. Tam olaraq tamamlaşmış bir proqram olmalıdır. Bütün sectionları əhatə edən. Tələbələr bilməlidirlər ki, onlar hansı universitetlərdə oxuyacaqlarını bilməlidirlər və bilməlidirlər ki, o universitetlərin tələbləri nədir. Təkcə IELTS, TOEFL, Duolingo'durmu, yoxsa GRE, GMAT, SAT, LSAT və s. hansı imtahanlar istənilir onlardan? Çünki onlar ona uyğun planı qurmalıdır. Hər şey çalışmalılar vaxtında eləsinlər. Çünki IELTS kimi hər bir imtahan hər gün keçirilmir. O IELTS da hər gün keçirilən. TOEFL-la, Duolingo-da online hər gün verə bilərsiniz. Amma TOEFL kimi imtahanların vaxtları olur. Ona görə o imtahan vaxtlarına uyğun planlaşdırmalısınız. Düzdür, TOEFL-a TOEFL imtahanı var. Bəzi universitetlər onu qəbul eləmir deyə bir çox tələbə mərkəzdə TOEFL verir. Belə olan halda da qabaqcadan planlaşdırmaq lazımdır. Həm IELTS, həm TOEFL, həm Duolingo heç olmasa 2 ay müddət ayırın. İngilis dilinin inkişafından sonra.